Adınız nədir? Rasim. Adınızın mənası nədir? Rəssam deyə düşünürəm. Adınız nədir? Zaur. Adınızın mənasını bilirsiniz. Ya bilmirəm amma rəhmətli əmim qoymuşdu. Dostun adan qoymuşdu. Onun üçün bilmirəm indi. Adınız nədir? Əli. Əli. Əli ərəb mənşəli sözdür. İmam Əli var. Amma o baxımdan qoyulmamışdı adam. Sadəcə Əli. Как вас зовут? Виктория. Вы знаете значение своего имени? Да, Победа. Adınız nədir? Adım Həsən. Adınızın mənası nədir? Adımın mənası heç bir mənası yoxdur. Adınız nədir? Mələk. Adınızın mənası bəllidir. Adınız nədir? İbrahim. Adınız nədir? Riyad. Adınızın mənasını bilirsiniz. Bəli, Ərəbistan paytaxtı Əl-Riyad. Yol və idarə deməkdir. Adınız nədir? Qadir. Adınızın mənası nədir? O dinlə bağlıdır. Adınız nədir? Əli.